Suraxanı rayon icra hakimiyyətinin başçısının Hövsan qəsəbəsində səyyar görüşü keçirilib. Noyabrın 25-də rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin 280 nömrəli tam orta məktəbdə Hövsan qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü təşkil olunub. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Görüşün əsas məqsədi sakinlərin mövcud problemlərini birbaşa dinləmək, onların müraciətlərinə operativ şəkildə baxılmasını təmin etmək və qəsəbə üzrə həyata keçirilən layihələr barədə məlumat verməkdir. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, sakinlərlə mütəmadi olaraq səyyar görüşlərin keçirilməsi, onların sosial rifahının yaxşılaşdırılması və qəsəbənin inkişafı üçün mühüm rol oynayır. Səyyar qəbul zamanı sakinlər kommunal xidmətlərin yaxşılaşdırılması, qəsəbədaxili yolların təmiri, abadlıq quruculuq işlərinin genişləndirilməsi, sosial problemlərin həlli və digər məsələlər üzrə müraciətlərlə çıxış ediblər. Səsləndirilən hər bir məsələ nəzarətə götürülərək həlli məqsədi ilə rayon icra hakimiyyətinin başçısı tərəfindən aidiyyatı üzrə tapşırıqlar verilib. Sakinlər göstərilən diqqətə və operativ yanaşmaya görə minnətdarlıqlarını ifadə ediblər.